Elə bilirsən ki, bu ixtilaflar yaranır, öz-özünədir. Oradan biri deyir, Sistani belə deyib, buradan biri deyir, Xamneyi belə deyib, oradan biri deyir, məraci təqlid belə deyir, buradan deyirlər vilayətçi, oradan ziddi vilayətçi, burada sünni, orada sünni, bunlar öz başınadır. Bu uşaq-muşaq bilmirlər nədir, pərdənin arxasını görmürlər, pərdənin arxasında onların hamısı bir yerdədir. Şəbey çıxadırlar. Şəbey bilirsiniz ki, nədir? Şəbey budur ki, biri qırmızı ciyər, biri yaşıl ciyər, biri ağ ciyər, biri qara ciyər, gələrlər meydanda, biri Hüseyin olar, biri Zeynəb olar, biri Şimr olar, biri İbn Ziyad olar, bir-birləri ilə danışarlar, vırışarlar, bu onun başını kəsər. Cəmaati ağladandan sonra qutardı paltarlarını çıxartdılar, gedib oturarlar, ehsan yiyərlər. Bu ətin yağlısın, götürər Şümrün qabağına qoyar ki, bəyaq mənim başımı kəsirdi. O yağlısın Hüseynin qabağına qoyar ki, bəyaqdan onun başını kəsirdi. Ona deyərlər şəbey. Biz bugün şəbəyə məruz qalmışıq.